Bəzi vaxtlar biz görürük ki, məsələn, İmam Hüseyin əleyhissalam üçün və yaxud da başqa imamlar üçün təziyə məclisləri qurulur. Məsələn, Mərsiyə zamanında, Roza zamanında görürsən ki, hətta əyinlərindən köynəyi belə çıxardırlar, yalın bədənə imama əzadarlıq edirlər. Bəli, mən onlara buradan sual verirəm ki, bu əməli siz kimdən götürmüsünüz? İmam Rıza əleyhissalam, çox-çox üzr istəyirəm, bu cürlə İmam Hüseynə əzadarlıq edirdi. İmam Rıza əynindən köynəyi çıxardıb sinə vururdu. Və yaxud da biz bu cür nə hədislərimiz var da, bizim məclislərimizdə İmam Zaman əleyhissalam özü gəlir və iştirak edir. Yaxşı, bizim bu cür nə əzadarlığımızda imam gəlib orada iştirak edə bilər. Biz möminlər razı olarıq imamın qarşısında geyimsiz bir halda dayanaq, buna razı olarıq. Hamı deyəcək ki, razı olmarıq. Ədəb qaydaları var. Bəzi vaxtlar görürsən ki, deyirlər ki, insan Muhərrəm ayında gərək qara köynək giyinsin. Bu qara köynək, yəni mənim əzalı olmağımın əlamətidir. Əzalı olan şəxs gərək əza qayda qanunlarına da əməl eləsin. Nəinki mən əynimdən köynəyi çıxardıram, lüt bədənə mən sinə vururam bu cür nə? Olmaz axı. Təsəvvürlə, bəli. Halını alır və adiləşir. Adiləşir və insanlara artıq adi gəlir. Təsəvvürləyin ki, Əhl-i-Beyt əleyhimussalamın nəzəri var bizim məclislərimizə. Xanım Zəhranın nəzəri var bizim məclislərimizə. Mən necə xanım Zəhraya deyim ki, xanım bizim məclislərimizə nəzər elə. Burada kişilər hamısı əyinlərindən köynəklərini çıxardıblar və bu halda da imama əzadarlıq edirlər. İnsan gərək bu şeylərə diqqət eləsin.